Vaqif Cavadov, Bizdə futbolçular var. Fuad İskəndərov. Bu mən çıxıb gedəcəm. Sənin yadında deyil hesab, sən al. 5-0 udmuşuq. Deyir, onlar ağlayırdılar, edir, oturur, qucaqlayıb ağlayırdılar ki, biz necə uduzduq bugün, yəni biabır oldu. Sənə gördün nə deyir? Ronaldinho'dur. Vaqif Cavadovdur da. Bilmirdim ki. O bu eləyirdi. 5-6 5-2. Mən sənin yadıma salacağım onu. Bu bir dəlidir. Bu dəlidir. Sual verir. Amma biz məşqçilər ya da akademiya olaraq tələb edirik ki, sən futbolçu ol. Deyirsən, ciddi danışmayın, zarafat edin. Bax, açıq futbol verilişində oturmuşuq, baxın cəmaat bizə, danışın. Həqiq deyə bu. Hər çəklər məndə. Hər vaxtınız xeyir. Salam, hörmətli izləyicilərimiz. Verilişə də bax, belə başlayırıq. Köpək olun futbolunda yenidən qarşınızdayıq. Uzatmaq istəmirəm. Bugün super qonaqlarımız var. Ötən verilişdəki qonaqlarla yenə aramızda idi. Onları bu dəfə də çağırmadıq. Heç cür stabillik yarada bilmirik proqramımızda. İndi opşi plana keçən kimi onsuz da yenə deyəcəklər ki, niyə təqdim edirsən, amma bugün Vaqif Cavadov milli komandamızın keçmiş üzvü, Sumqayıt komandasının son mövsümdəki baş məşqçisi, hazırda Gənclərlə çalışan futbolumuzun ən yadda qalan ad soyadlarından biri şübhəsiz Vaqif Cavadov. Xoş gəlmişsən. Sizlərin salında uşaq oldu. Hər salında uşaq. Ora nə yığışmışsınız? Və Fuad İskəndərov. Necə təqdim edeyim? Ayaqdırın yadımdan çıxdı. Fuad İskəndərov qonağımızdır bugün. Günah məndə də axı gəlirəm. Güclü Mən salam deyirəm. Yox, salam deyirəm, belə deyirəm. Çox sağ ol, qardaş. Yox, elə O bayaqdan yəni ki, üst-üstə səbirli olmaq olar da. Yəni su, çay verirlər. Uşaqlar çayı gətirir özündən yaşlı və mənə su da verin, çay içmirəm. Kofe deyildi, çaydı. Şey var. 1-0. Başlayaq ki 1-0 yaxşı. Biraz yaxşı futboldan danışaq Vaqif. Çempionlar Liqasından istəyirik start verəyim. Fuad sən də bir fikirlərini bildirəcəksən. Hə, Milan azarkeş kimi bu sevinir ki, Inter məğlub oldu. Ümumiyyətlə tarixdə ən böyük hesablı qələbə qeydə alındı finalda. Nə fikirləşirdin? Milan idi buna qədər bilirdin də. 4-0 idi. 4-0. Bir də Real Eintracht 7-3 o lap köhnə vaxtlarda olmuşdu, onda da 4. Ümumiyyətlə götürəndə, yəni çoxları Barselona'da keçəndə həmin oyun məncə final oyuna bərabər idi. Amma yəni heç kim gözləməzdi ki, finalda elə bir məğlubiyyət ola bilər 5-0 və çox basit qollar buraxdı. Yəni İtaliyanın demək olar ki, millisinin müdafiəsidir, Interdə oynayır. Amma elə qollar buraxdılar ki, yəni bu heç Azərbaycan millisi bəlkə də elə qollar buraxmır. Yəni deyirəm ki, sən kimi favorit gördün ümumiyyətlə çempionat ərzində? Barselona deyirdilər, mən Barselona'nı görürdüm. Həmin o Barselona'da mənim üçün həmin oyun, o gözəl oyun 3-2-3, yəni çox həm birinci oyunu götürəndə, həm ikinci oyunu da yəni əlavə vaxtlar və 4-3, yəni bu futbolun gözəlliyi. Elə final oyunu. Elə final oyununda mənim üçün Dəqiqə da danışırıq. ən gözəl o idi. Ona görə də maraqlı olan var. Ona görə də İlişirəm Vaqif, yavrum ilişirəm. Ona görə də Mənim nə işim var? Ona görə də belə məsuliyyətsizlik. Hə, buyur. ona görə də inanıram ki, güclü tərəf də bu oyunda PSG idi və o da qalib gəldi. Məndən həminki gün kim soruşurdu ki, nə olacaq? Deyirdim PSG qələbə. Bax niyə də? Niyə? Çünki bu PSG-ni biz yadımıza salaq birinci mərhələdə güclə çıxdılar. Manchester City ilə PSG deyirdi ki, çıxa bilməyəcək. O ilk etapda da hansı ki, liqa formatında keçirilən. Sonra nə dəyişdi ki? Sən nə fikirləşsən? Mən sənə rahat sual verirəm, çünki sən futbolun içindəsən. Mən sənə belə ciddi suallar verəcəm. Nə vaxta kimi zarafat olar? Nə vaxta kimi cavan uşaq? Nə vaxta kimi doğrudan səninlə nəsə ciddi danışaq da. Danış. Vallahi ciddi sual verirəm. Üzvə də baxmıram, rahat. Yaxşı oldu da Inter uduzdu. Mən xoşum gəldi Interdən. Belə də ki, PSG çox istəkli idi mənim fikrimcə. Yaxşı da oyun oynadılar. Bax Neymar getdi, Onlar Messi getdi, Barsanı keçdilər. getdi. Barsanı keçən komanda finalda çıxıb elə oynamalı idi. Inter. Hə, Inter. PSG elə klub deyir ki, onun qələbəsinə sevinəsən də deyəsən ki, halal olsun. Biraz hardasan Sevinəndə elə sevinirsən. qıcıqlandırır da. İndi paxıllıq deyirik ki, City ilə PSG-nin o boyda pulu var. Həmişə o fikir səslənir ki, pul hesabına qurulan Mən razı pul var. deyiləm. Amma Marquinhos-u gördünüz. Marquinhos necə ağlayır deyir. 12 ildir. Hər dəfə deyir bu söhbət gəlir, bizim Çempionlar Liqası udmağımız gəlir, mən qalır. Ən yaşlısı odur orada. Hər dəfə də uduzurlar. 12 il sonra yəni gözündən yaş axır ki, Həsrət bitdi. axı əlbəttə ki, axır ki Marquinhos da götürdü Çempionlar Liqasını.
Amma əsas bizi sevindirən nə oldu? Sən də olmusan orada, Fuad da olub, mini futbol komandası. Mini futbol komandası, bəli. Dünya çempionu oldular. Sağ Yəni olsun futbol uşaqlar. sözü və dünya çempionu Azərbaycan adının yanında axır keçləndi. Qoy mini olsun. Azerbaycan millisi 2025. ilin dünya çempionudur. Azerbaycan seçmesi öz uşaqlarımız dünya çempionu olur. Bizə qələbə çox yaraşır. Bu 12 gün ərzində çox heyecanlı məqamlar keçirdik. Çox narahat olduq. Səhvlərə görə biraz heyecanlandıq. Gol vuranda sevindik. Amma yəni uşaqlar bacardılar. Yəni uşaqların haqqını vermək məncə doğrudur. Qeyd elədiniz. Sən baxırdın oyunlara. Hər Vaqif. bir oyunlara Özü maraqlı gedir. Yəni öz ayın 19-u da Legends Cup-da sən də oynayırdın. Hər bir oyunda iştirak eləmişəm, azərkeşlik eləmişəm və həmin Menyu o verərsiz də. oyunların hamısını izləmişəm və hər bir oyunda da demək olar ki, uşaqlar vuruşdular, inandılar özlərinə və mən də deyərdim ki, azərkeşlərin də rolu çox böyük idi. Çünki Heç vaxt elə ajatajlı oynamır. Bir azərkeşlə, bir də o həmin Mustafa. azərkeşlə, həmin o ab-havanı yaratmaq, o musiqi, ab-hava zor idi. hər Çox şeyini, qəşəng idi. amma digər tərəfdən də burada rəhbərliyə də sağ ol demək lazımdır ki, federasiya rəhbər nəyə görə? Çünki həmin o arenanı elə gözəl yox, ilk növbədə onu gözəl Milli gimnastik arenanı elə bir futbola çevirmək, bayram eləmək, oranın ab-havasını dəyişdirmək, meydançasını eləmək və həmin auranı yaratmaq. Yəni bu bir daha bizim futbolçularımıza bir nümunədir ki, udmaq lazımdır. Futbolçularımız da məncə çox yaxşı çıxış etdilər və Həm də öz uşaqlarımız. PSG-dən də çox inanırdılar da, yəni qələbəyə. Ona görə də Doğrudan öz uşaqlarımız deyirlər. Sən də orada o uşaqları da oradan tanıyırsan çoxsunda oynayanları. İndi o Loridlesi dırdır oynayanlar hamısı bir-birini tanıyır da. Bu uşaqlar o vaxt MFL var idi çempionat. Orada yəni indi hamımız çox az pul müqabilində bir oyunluq qonorar müqabilində gəlirdilər, neynidilər. amma populyarlıq elədilər. Həmin oynayan orada populyarlığı artı. 2022-də Avropa çempionu, indi də dünya çempionu oldular. Amma söhbət gəzir ki, Fuad, o heç kim tanımır onu, məsələn, UEFA tanımır, bu tanımır, bu söhbətləri danışırlar da, yəni. Bu, yəni, nə qədər insan, mən düşünürəm ki, o paxıllıq məsələsidir də biraz da, yəni, bu boyda uğurlu tanımır deyəndə, yəni bu yox idi, oldu da. Yəni, bu 2015-dən keçirilir bu çempionat. Birinci Amerikada olub. Amerikada olub. Sonra Məncə tanınmasalar belə artıq Azərbaycan və digər ölkələr Elə səviyyədə keçirdi bu ki, populyarlığı elə səviyyədə gəlib çıxartdıq ki, növbəti məncə illərdə Daha maraqlı. geç-tez olacaq, onu tanıyacaqlar. nəzdinə keçəcək UEFA yəqin ki. Mənim çünki Bunu kəsib saxlayaq, bir küçülə paylaşarıq. Vaqifin sözləri. paylaşarıq deyəndə veriliş səndir, paylaşarsan da. Yaxşı. Fuad, Bəli. Vaqifin hansı oyunu yadındadır? Risk keçirəm sənin suala. Bayaqdan dedin ki, Vaqif gəlsəydi rahat danışardıq. Şeydə Media League-də. Yox, O heç də. Sən o karyeran oldu. Onları saymıram. Yəni sən də oradan o karyeran var. Maşallah. Vaqifin bir dənə oyunu belə qəşəng yadımda qalıb. Keşlə ilə Qəbələ oynayırdı. Qəbələnin Ayaqdan onu stadionunda. danışırıq. Hə, Keşlədə, Keşlə ilə Qəbələnin Fuad oyununda. axı keşədə Bu imkan qalır. vermir danışmağa. Yox, deyirəm ki, bilsin də. Bilir də, Heç də deməyəcəm. Hardan bilir? Bilir, danışmışıq da, bilir. Hə. Vaqifin orada bir dənə qəşəng assisti var idi. Bilmirəm, dəqiqə yadımda deyil, amma bilirəm ki, 2-1 Kubokun olmuş. finalı. Kubokun finalında bəli. 1-0. 1-0. Hə, 1-0. Əsas qələbə də, yəni o yadımdadır ki, Vaqif bir dənə assist 1-0 eləyir. qalmışdı. Qəşəng bir assist Sən eləyir. yadında deyil hesab. Bu mən çıxıb gedəcəm. Sənin yadında deyil hesab, sən al. 5-0 udmuşuq. Yox, deyir 1-0 bilirsən, 1-0. Sənin yadında deyil hesab. 2-1 demişdi. 2-1 demişdim. İndi yadımdan çıxıb da, ola Bu bilər bir sənədir. Məhəllədə zətdə danışırlar, yadında qaldıqlarını gəlir burada. Mənim o ki, Vaqif o oynamayıb da keçdi. Ölərəm də günümə. Ya, daha eləmə də o qədər. Yo, indi hesabı səhv deyə bilərəm. Prosta gör harda kozur verdim buna. Nəysə. Orada qəşəng Vaqif bir dənə assist eləyir. İranlı bir dənə hücumçu var idi. O da gedir gol vurur. Keşlə kuboku qazanır. O deyəsən milliyə də zərb olunmuşdu da. Hə, olmuşdu. Amma sizə deyim, o həmin o pası ötürməni bir Amma çox ideal idi da, əcnəbi bir futbolçu versəydi, 430 Bəs mən onu deyirəm də. Bir dənə o kadrı taparıq, qoyarıq bura baxarlar. deyəcəklər ki, bundan yoxdur da. Aa, Amma Azərbaycanlı verdisə deyirlər heç də. Bir də özdə belə bir şeydir, səhv eləmirəmsə. Belə bir şey var idi. Nəsə elə yadımda Bilirsən, qalır. bizə, Hə, belə. mən
Ulduzlar Məşhurlar Liqasında bir Bu da dənə elə gol vurmuşdu. ölür özünü tərifləmək üçün, ölür ancaq özünü tərifləmək üçün. Hücum etməyə imkan axtarır. Top Tural Məmmədliyə və hesab 6-3 olur. 6-3 olur Tural Məmmədin ikinci qolu. Güya Ronaldinho'dur. Baxmadan zərbə endirir. Sağa baxıb sola vurur. Vaqif Ovuranda sən heç o qolu vurmamışdın. Doğru. Hə. Var idi Məşhurlar Liqası. İli də deyəcəm, səhv deyəcəm. Neçəncil idi Vaqif o final? 2000 məncə 18, 17, 18. Vaqif keçən dəfə Tapıb onu qoyarıq bura. Mahir Şükürov gəlmişdi bura. Yəni Mahir haqqında sənə nəsə demək Məncə o daha lazım deyil. maraqlı idi. Yo, maraqlı hər şey bir qırağa. Biz çalışırıq ki, millinin boynumu alırıq. Bizim sevdiyimiz heyəti var. O sizin oynadığınız heyət. Mən burada adı Ən çox tənqid olunan heyət. Amma həm də indi sevinən. İndi sevilən, hə. Tənqid olunan deyəndə bax gəlirdik, baxırdıq oyunlarına. Nə bilim, Vaqif uşaqlar Vaqifi də tanıyırdı, Mahiri də tanıyırdı, nə bilim, Abışovu tanıyırdı. Ondan qabaqki dövrdə Zaur Tağızadə olsun, Qurban Qurbanov olsun, Vidadi Rzayev olsun. Bax bunlar bütün günü bax bu söhbətlər gedir ki, milli komandanın həmin dövrü başqa cürə idi. Yəni başqa formada idi. Təzələsinlər çay. Yo, sağ ol. Nə istəsən yəni deyə bilərsən. Buna rahat deyə bilərsən. Sənin qalyan gəlmədi? Gözlər çağırmadı Zeka qaşı. Bunun Fıdı. Bunun Bax, deməli Fuad yaxşı futbol oynayır. Dəhşət qaçır. təşəkkür edirəm. bu adım ya qaçmağı zarafatsız. İlqardan sağ cinaha ötürmə edildi. Fıdının qaçmağına bax. Deyir o vaxt Sağ olsun, mənə şərait yaratdı, penalti vurdum. Orada mənə heç kim icazə O vermədi. keçən il idi. Hətta keçən ildə. Amma bu il nədir? keçən Bu il heç ilki nə uduzdu. çempionatda bir dənə sənin zərbən var bir dənə o. Amma yox, doğrudan orada heç kim mənə icazə vermirdi penalti vurmağa. Vüqar Nadirov gəlmədi, Mənə də Vaqif Hə, elədi. deyirəm, Vallahi mən də Qırağadır, gəldi ki, mən də vuranda Vaqif Əlçəkin dedi ki, uşaqdan qoy penalti vursun. Gənclərə yol verdi şeylər. Öpürəm səni, çox sağ ol. Mən də vurdum. Bax, sən heç kimlə, olsa sir deyil ki, Neftçiyə sənin simpatiyan olub. O bir dövr var idi ki, Azərbaycan çempionatında da çox maraqlı idi da hər şey. Yəni sənin düz uşaqlıq dövrünə düşüb, amma o stadionlara gedən vaxtlarımız idi, nə idi? İndiki çempionat xoşuna gəlir yoxsa həmin dövr? İndi oyunlara gedib baxırsan, yəni belə həvəslə. Bilirəm yenə də gəlirsən Neftçiyə. Gedirəm, amma ki, əvvəl daha yaxşı idi da, yəni sən dediyin kimi. Nə bilim, indi tam o yoxdur da elə. Nə yoxdur? Bax, açıqla deyirsən, ciddi danışmayın, zarafat eləmə. Bax, açıqla futbol verilişidə oturmuşuq, baxır cəmaət bizə, danışın deyə. Niyyət nədir? Güya sən mən burada Yox, heç üçün demirəm də, danış da. Montajda onsuz da şey eləyəcək, Hə, eləyəcək ki, eləyəcək. hamı da ağıllı çıxacaqsa. İndi marağı yoxdur, əvvəl yaxşı idi. Heyf də öyle idi, Sovetin dövrü. Sovetin dövrü heyf də öyle idi. İndi bir sənin nə qədər Vaqif kimi hücumçuya ehtiyac var? Yoxdur. Doğrudan yoxdur. Gəlirlər, nə bilim, bir ətək pul tökürlər. Deməli, sözünü kəsirəm. bu bir dəli də. Bu dəli deyə sual verir. Mən axır vaxtlar yadımdan çıxır hər şey. Bir dənə gözlədə O veriş qutarsın, mən sənə yadıma salaram. Vaqif Paşayevin gətirməsi. İndi mənə də bir xoşbəxtlik olub ki, mən də o komandada oynamışam uşaqlıqdan, yəni ki. Sonra Vaqif getdi Dinamo Moskvaya getdim birinci baxışa, yoxsa Dinamo Moskva. Dinamo Moskva. Dinamo Moskvadan sonra Vaqif gəlib Bakıya, gəldi ki, köhnə uşaqları görüm, gəlib bir məşq eləyim də bunlarla. Deməli, biz də belə yaxmış ki, bizim Vaqifdir də, indi gəlib gəlib, nə olur, o da orada da futbol oynayır, biz də burada oynayırıq da, nə olacaq ki? Mənim heç vaxt yadımdan çıxmaz, Moikin stadionunda, deməli, topu bunun qabağına atdılar, poliyə çıxan, bir dənə udar vurdu qapıya, bir dənə zərbə vurdu Vaqif. Birincidən. Yəni top elə bir fırlandı ki, onu mən ancaq nə bilim videolarda zətdə görürdüm ki, topu elə vurmaq olur, elə güclə vurmaq olur ki, elə fırlanıb getsin də, ştanqa eləyəsin, girsin. Onda mən başa düşdüm ki, qardaş, biz qaldıq bu tərəfdə, hamı. Vaqifin oradakı keçdiyi məktəb Çox böyük bir məktəb. dəhşət, yəni o dəqiqə hiss olunur. O dəqiqə hiss olunur. Ona görə də bu indi biz deyirik, Kvirçə belə böyük bir səviyyəyə gəlib çıxıb. Bu zəhmətin, bu məktəbin bəhrəsidir. Yəni etap. Gürcüstanda akademiya var. Gürcüstanda akademiya var ki, Xizinaşvili, Timur Keçbaya, Qobiyaşvili, onlar rəhbərlik edirlər akademiya. Həmin o dövrdən də sonra Avropada da məktəb keçirlər axı. Sonra yavaş-yavaş gəlirlər. Rusiya məktəbi də çox yəni Bütün gün təlim məşq toplanışındadılar, orada, burada. bütün yaş qrupları. Sən razısan indi bizim aşağı yaş qruplarının inkişafından?
Yavaş Ümumiyyətlə biz strategiya. indi gəlmişik də buna da, amma biz çox gec tərpənmişik. Yenə deyirəm ki, əgər sən butsu ala bilmirsən, əgər sən qidalanmanı evdə yaxşı qidalana bilmirsənsə, sən necə yetişə bilərsən, bir futbolçu ola bilərsən? Sənin əgər yeməyin, içməyin, pulun Hələ yox. heç nə qaydasında Amma deyilsən. amma biz məşqçilər ya da akademiya olaraq tələb edirik ki, sən futbolçu ol. Hə bu birinci komandaya düşsə belə, orada ola bilər ki, gündə nəsə yemək olur, amma bunun yenə də əmək haqqı, bu butsu almalıdır, bu nə bilim yol pulusu var, evə baxmalıdır. Allah eləməsin bu o futbolçu sabah ayağı elə travmalıdır ki, bir də futbolçu ola bilməz. Düzdür? Ola bilərmi? Ola bilər də. o İdman qədər iminlə olub ki. Futbolda, hə. ola bilər. Amma o nə savadı var, Nə də başqa yerdən nə də gəlir. başqa yerdən gəliri var, nə də ki atası, anası da varlıdır, imkanlıdır. Yaxşı, biz necə ona 150 manat, 200 manatlı maaş veririk? O pula O zədələnmədən sonra onu da maaşı. verməyəcək. yol pulunu heç götürə bilmir. Bunu da yemək lazımdır. Bu gündə 3 dəfə ət yeməlidir ki, yəni bunun immuniteti, Gücü, bu qüvvəti gücü olsun. olsun. Çünki bu çox, yəni 2 saat məşq eləmək ya 1 saat məşq eləmək bu xeyli səndən canından gedən bir işdir. Hə, bunun butsu var, bunun digər ekstra məşqləri var, bunun pul gedir. Yəni elə belə deyil. Hələ vitaminləri var, onlar da. Amma biz deyirik, biz deyirik ki, 150 manat, 200 manat deyirik bulka ilə. Bizim dövr getdi. Yadıma gəlir, krantın altından su içirdik. Alma çiçeği çıxırdı məşqdə. Yox, skiftə məşqdə krandan su gedirdi, biz Oradan içirdik. İndiki su uşaq içsin, sabah xəstəxanada yatacaq ki, infeksiya var. Hə, indiki uşaqlarla hamımızın övladları var. İndiki cavan nəsillə 10 il bundan qabaq, 20 il bundan qabaq ki, Fərqlidir. nəsillə Çox fərqli. çox böyük fərq var. İndiki əcnəbi futbolçularla bizim oynadığımız dövrdəki əcnəbilər tam başqadır. İndiki daha pula meyillidirlər və %100 yəni pulunu alacaqlar. Amma 10 il bundan qabaq hamı gəlirdi, əl sıxırdı, söz var idi. Bəs eləyirdi. Bəs eləyirdi və ayağında zədə olsa da belə çıxıb oynayırdı. Amma indiki futbolçular istər əcnəbi olsun, istər yerli olsun, ağrıyır, söz, mən ağrıyım, mən oynaya bilmərəm. Fuad, milli komandamızın oyunlarını illərdir izləyirik. Bilirəm ki, Fuadın bəzi videoları var, gedir Neftçinin oyununa axır vaxtlar. Neftçinin onsuz da nəticələrin uğursuz olmağı hara fırlatsan hamıya təsir edir. Hansı klubun azarkeşi olursa, mən gənc nəsli nəzərdə tutmuram. Mən Fuad gülür, amma yəni içində qan ağlayır bilirəm ki, Neftçiyə görə. Hansı oyuncuları köhnə dövrdəki futbolçuları, indiki Neftçidə görmək istəyərdim. Bu mənim maraqlıdır. Sevinirəm ki, Mahir oynayıb yaxşı Neftçidə Şükürov. Kaş nə bilim indi oynayardı o, amma elə bil indiki Öz yerində. Öz yerində, hə, təzədən oynayardı. Başqa. Cavanlıq ilə. Cavanlıq illərində ay sağ ol. Sonra kim oynayardı? Bertucci vardı, çox qəşəng idi, ləzzətli oyunçu idi. Flavinio'nun özü olsun. Mən başqa klublarda deyirəm. Yəni başqa millinin oyunçularından da Neftçidə və bu gün kimi görmək istəyərdim. Başqa millinin oyunçularını. Başqa milli yox, yəni bizim millinin başqa klubda oynayan oyunçular. Bax özü deyir başqa milli, sonra deyirəm başqa milli, deyir yox başqa milli yox. Sən ümumiyyətlə məşq edib gəlmisən mi verəcək yoxsa necə? Bir hazır bilirsən ki, yəni bu gün verirsə gəzəsən, bir hazırlaşım çıxım qonağın qabağına. Yəni gəlin məsələ ki, biz milli yox, klub. Biz Neftçidən danışırıq. Millidən danışırıq. Ver cavabı. Yox, yəni Bura ki, bir açıq millimizin qoyarsın. özündən söhbəti gətirəm ki, Vaqifin də adını çəkəsən. Vaqifin adını çəkməyə ehtiyac yoxdur. Başa düşürəm də. Sən özünsən ki, sən bu sualı verirsən. Deyirəm ki, yəni başqa klubun oyunçularından Vaqif olsun, nə bilim, Qarabağ. Qardaşım, Bertucci, adam ya, öyle Neftçili futbolcular olur. Və deyəm də, mən deyirəm elə başqa danışmıram, klub, başqa milli ikincisi də yox. onun adını çəkməyə ehtiyac yoxdur. Nə, ehtiyac yoxdur. Nə edir Ronaldinho'dur, Vaqif Savadovdur. Oturmuşuq Sən gördün nə deyir Ronaldinho'dur, Vaqif Savadovdur da. Olsa söyür mən, heç olmasa ürəyimdən. Bir dənə bunu verərsiniz. Burada var, bir dənə yol tapmağa Ronaldinho'dur. Və çağırdığı qonağa görə nə deyir? Ronaldinho'dur, Vaqif Savadovdur da. Allah. Yeganə bu sözü deməyə hər kim ona çatır ona görə. Mən o tərəfi sıramadan belli düz deyir də. Hə.
Tural, verişi Pelaşki ilə var. böyle Pelaşki ilə verişi var, qurban. Deyəndə cavab verirsən, heç bir suala cavab vermirsən, sonra mənə deyirsən ki, Sən mənə yaxşı, məsələn kimlərdir bu? Bura çıxardarıq zarafat. Bu ayrıca Heç kim istəmir. Elə Neftçi bomba olub, kim oynayıbsa da zor Bəs oynayır. indi niyə belədir? İndi də çox zəifdilər, nə bilim. Niyə? Yaxşı olar. Düzələcək. Vaqifi baş məşqçi görmək istərdim Neftçilə. Ha, niyə də yox? Mən bir dənə söz deyim, zarafatsız. Bax, Vaqifin Sumqayıtda işindən danışaq da. Samir müəllimi buradan salamlayırıq. Əlbəttə ki. Atamın əsgər yoldaşı olub. Bilirəm, ona görə qorxsan yığacaq ki, oğlum ona danışır. Niyə? Amma oradan istəyirəm ki, Vaqif ticarəsində məşqçi, niyə də yox? Yerli məşqçilərə nə qədər üstünlük verirsə, o qədər yaxşıdır. Mən istəmirəm. Niyə? Hal-hazırda çünki Hal-hazırda istəmirsən. Hal-hazırda istəmirsən, amma istəyərsən. Samir Abbasov var, yaxşı məşqçidir. Onun oğulları arzulayıram. Amma yenə də sizin Və dövrün məşqçiləri çıxdı da ön plana. İnanıram ki, Neftçini istədiyi səviyyəyə gəlib çıxarda biləcək. Amma indi istəmirsən də istəyərsən amma Neftçi məşqçi olmaq. O kim istəməz? Adı. Elə bir komandadan Vaqif başlayır. Cavadov, yəni elə bir nəslin nümayəndəsidir ki, Neftçinin əfsanələrindən ibarət, yəni artıq danışmağa ehtiyac yoxdur. İstərsəniz ürəyində yəqin ki, Vaqif. Hər bir Azərbaycanlının arzusudur ki, məncə həm məşqçi, həm futbolçu kimi Neftçidə oynamaq. Bu Yəni bu nöqtədir. bu Yekun. Ürəyimiz partlayır, biz sən nələri bilmək istəyirik. Buyur. Sizin heyətin söhbətləri heç yerdə yoxdur. Mən bilirəm bunu. Məndə maraqlı bir hekayə var. Səfərlər zamanı. Hekayələr çoxdur. Bilirəm. Bilirsiniz, həm Almaniyada oldu. Biz bilirsiniz ki, bir O çox fikirləşirsən ki, ayıbdır, burada danışmayım. Burada ayıb Bu elə yoxdur. Rahat əsl danış. yeridir. Qoca keçib də biz Özdə yalandan deyəcək ki, kəsəcək yoran, amma sonra Yox, kəsməyəcək. mənə də Bunu kim götür- paylaşırıq, sevişənlər, hər həmin- şeyini alırıq. həmin ərəfədə biz Almaniyaya getdik təlim məşq toplanışına. İndi Fox'un vaxtı. Fox'un vaxtında. İndi biz oteldəyik. Mənəm, Maksimdir, Raufdur, Vüqar Nadirovdur. Səfrəmsin 3-4 nəfər idi. İndi oteldən çıxmışıq, gecə saat 1 idi. 12-də bir getdi də boydan sonra dedik ki, gedə gəzək. Gəzək ha. Hə, Amma olmazdı da Amma yəni. olmaz idi də. Amma səhərsi gün də məşq axşam yoxdur. Yoxdur, hə, rahatsız Prosta dedilər ki, gəzmək olmaz. Hə. İndi çıxmışıq, getdik, gəzdik. 1 saat 3-də 4-də qayıdırıq aparatında. 2 saatdan 3 saatdan sonra qayıtmışıq. Biz də çıxmışdıq saat 11-də, 12-də belə. Qayıtmışıq. İndi gördük ki, qaydanda ikinci məşqçi aşağıda oteldə aşağıdadır. Aha. Yatmayıb, baxır da kim. Niyə? Mən Maksim keçə bildik. Getdik öz otağımıza, ikimiz də qalırdıq. Bizi görmədilər. Raufla Vüqarı gördülər. İndi Vüqardan deyirlər ki, Vüqar Nadirov Rauf Əliyev. hə, sən hardan gəlsən? Acımışdım, dönər almağa gedirəm. Aynı. Deyir, nə? Saat 4-də dönər ola. Allah'ım. Nəysə, bunları 1000 manat, o vaxtı 1000 manat cərimələdilər. Sonra çıxdı ki, Maksimi də tutdular. Vüqarı 1000 manat cərimələmək olar. Vüqarı apteli yandırar. Sonra çıxdı ki, 1000 manat da maksimum cəriməlilər. Bunların ürəkləri dözmədi. O qədər avtobusda, samolyotda Dedilər ki, Elə Vaqif də orada dedi. Götürdü axırda mənə də 1000 manat şuraf elədilər. Dedim, mənə işləyirsin. Bax, belə mənim dostlarım var idi. Sağ olsunlar. Sağ olsunlar. Heç belə şeylər bilmirlər yəni. Vay, inan Allah, saat 4-də deyib, dünən ki, gəzməyə getmişdim, nə bilim, marketə getmişdim. Dönər amma. Dönər, saat 4-də dönər ola. Vüqarın maksimum verəcəyi cavabı olub orada. Dönər. Yəni, Vaqif, belə o şeylər... qədər müdafiəçilərə qarşı oynamısan da, çox güclü, yəni dünyada hər komandaya qarşı oynamışıq da, bir milli olaraq, klub səviyyəsində. Ən səviyyəli. Bir də ən kimi görmüsən, ən də yəni belə. Kimdən zülm ilə Demirsən ki, oynamaq. oydan mən bunu keçə bilərəm, yəni belə bir Belgiyada o vay bir. hə. Allah'ın da Bavariyada olsun. da oynayan. Allah'ın da olsun. Yəni onu Gic deyə bu. Ən onu keçmək, yəni mümkün deyildi o vaxtda. Çox yekə idi. çox Çox keçir. yekə yox, o mümkünatı yoxdur da ondan barbanı kimsə uçsun da. Uçsun. Ona görə Bertifov o vaxtda Rasim Ramaldanovu çağırırdı milliyə, Agil Nəbiyevi çağırırdı ki, yəni adam 2 metrədir, heç olmasa barbanı uda Doğrudan bilsin. çox yekədir. Çox yekə idilər. Mümkünatı yox idi ki, həmin o deyəsən Ortadakı ortadakı sonra stoperləri deyəsən o Kompani. kompani Hə, idi. sağ ol.
Yəni o komanda o hamısı 2 metrədir. Necə qol Fermanin vurar? var idi. O çox güclü heyəti. Fermanin. Çox güclü. Biz onlarla o səfərdə uduzduq, amma Burada 1-1 oynamışlar. oynadıq. 1-1 ha burada. Yəni o boydan komandaya qarşı indi Gol deyəsən Ruslan Abuşov vurmuşdu başla. O oynayan komandaya biz başdan qol vurmuş. Yəni o müdafiəçi Almaniya millisinin müdafiə. Almaniya ilə o oyun yaddan çıxmaz da. Yəni Neuerə vurduğum gol okey. Düzdür, Raillə bu günə kimi mübahisə Mübahisə edirlər, amma- Rail deyir ki, mənə deyibçini deyir. Vakif vurmayıb deyir onu. Məncə ondan az danışırlar. Ona görə hər nə deyir ki, ondan çox danışsınlar. Rail'i də salamlayır. Qardaşımızdır. Rail doğrudan Yaxşı qardaşımızdır. futbolçumuz Allah olub. canını sağ eləsin. Fuadla məsləhətləşdik. Sənə bəzi suallar vermək istəyir. Gör bayaqdan başqa şey deyir də. Balaca bir rubrika kimi istəyirik ki, 2 dənə tapşırıq kimi olacaq. Onu da elə Fuadla danışdıq ki, maraqlı olar Vaqifin fikirləri. Deməli, karyeran ərzində oynadığın bir yerdə ən güclü 11-lik. Sən indi burada danışacaqsan, sonra sabah uşaqların başını xarab eləyəcəm. Özü də daxil olmaqla da. Özü bilər, özünü daxil eləyər. İstəyirsən Ya 11. Yox, ilk 11. 11 nəfər. 11. İstəyirsən özünü də daxil elə, istəyirsən yox. Özü Amma bilər. mən oynadığım dövr deyirsən. Sən kimlə bir yerdə oynamısan? Qapıda 11 Kamran, Mahir sağda Yusufayız. Mahir Şükürov, solda Solda fıdı güyənə. Solda Tural. Elnur Allahverdi, Yarail Məlikov. Amma ortada Rəşad Sadıqovla Rail Məlikovuz, ortada Mahmud Qurbanovla Rəşad Sadiqov, Ruslan Abuşov. Üçlük. Qabaqda solda Quraqları özüm, sağda Əfran, hücumçu olaraq da Hə, qəşəng. Gəldi indi. Yenə Rauf Əliyev. deyirəm onu. Rauf Əliyev. Yəni yerliləri deyirəm. Ya əcnəbilər çünki çox olub. Əcnəbilər mən oynadığım əcnəbilər həm Rusiyada da olub, Azərbaycan çempionatında götürəndə. İndi Vaqif, mən sənə adları oxuyacağam. Buyur. Özündən güclü futbolçu gələnə qədər. Hamısı. Ya. Amma səmimi də. Bax necə fikirləşirsən? Mən həmişə mən tanıyırsınızsa mən 100%. Yox, yəni səndə təvazökarlıq var, deyəcəksən hamısı məndən güclüdür, hamısı yaxşıdır. Bax indidən deyirəm ki, Xətrə hamısı dəymək- məndən güclüdür. Xətrə dəymək söhbəti yoxdur. Xətrə dəymək söhbəti Ha, burada yoxdur. müxtəlif dövrlərdə, müasir dövrdən də var. Mən bir adlar çəkirəm. Bunu da ikimiz yazmışıq. Bilsən ki, hə, səsin ikimiz yazmışıq. İkimiz yazmışıq. Onda demək hazırlaşıb gəlib də. Əlbəttə ki, Bax efirdə bayaq da dedim. bayaq balkonda sənə gözləyəndə hazırlaşmışam. Gördün Sən necə gecə oldu hazırlaşıb? ki. Gördün indi necə hazırlaşıb. Deməli, ay yox, ay sən gəlməyinə inanasan, Zarafat. Fıdı necə sevinirdi. Yəni ki, Fıdı hər adamla çıxmır axı, qonaq verir, şərtləri var. Həm köynən aparın. Bu Allah haqqı. Əlbəttə ki, o vaxtda bir yerdə də yaxşı kadrlar var, qabağından yemədən biz. O bir olaydı. Başlayaq. 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 Bilsən ki, kim güclüdür, onda səs-küy çıxarırsan. Ancaq tək Azərbaycanlı futbolçu, amma Azərbaycanda Mənim oynayanlar. nə qəşəng şəklim var, onu göndərəcəm qoyarsın. Hansı gələn olur? Allah yox. Dəli sənə var. Yəni qəşəng şəklimiz var da. Nərman Axundzadə, Musa Qurbanlı, Araz Abdullayev, İlqar Qurbanov, Rəşad Abdullayev, Ramil Şeydayev, Vüqar Nadirov, Köşey Vaqif Dağdır, Danışmır. Bahadır Nəsimov, Georgi Adamiya, Nikolas Kanales, Cavid Hüseynov, Mahir Əmrəli, Qurban Qurbanov, Zaur Tağzadə. Siyahımız bitti. Yox, mən hələ yenə gözləyirdim. Orada var axı. Yenə Rauf Əliyev Bitti, var. artırmadıq. Ya, bizim Artırmadı. siyahımız Biz budur. fikirləşdik ki, bu qədər Ha, deyin Siyahımız budur, də. mən 10 onu- nəfəri deyin də. Bu düzgün deyil axı. Yaxşı. Sən bu qədər adam adı çəkdiydi, indi deməli budur da. Deməli Birincisi orada məncə siz narazı hansında deyil. danışmalıydın? Mən Nəyinə mən razı? danışa bilərdim ancaq yəni ümumiyyətlə Mövqeyə götürəndə. görə? Yox, mövqe üzrə yox. Oyun baxımından, Aha. qollar baxımından, yəni həmin o ancaq Qurban Qurbanovu deyə bilərdim ki, hansı ki 14 top vurub. Nəticələr Amma qoyaq bir Qurban qıraqda. Qurbanovdan sonra bir Yox. dənə də ad çəkildi. Zaur Tağzadə. Zaur Tağzadə yenə də deyirəm ki, o Galyardov deyildi də. Yəni o baxımdan ki, hücumçu baxımından. Hücuma meyilli bir futbolçu olub, amma səhv eləmirəmsə karyera ərzində o qədər də çox qol vurmayıb.
Rauf gəlsəydi dayanırdım. Rauf gəlsin. Mən onsuz da mən istəyərdim ki, Nazim Süleymanovu desəydiniz, Yunus Hüseynovu Lap desəydiniz. keçmişə getmədik. Amma yəni Qurban Qurbanovla yəni bu bir yerdə oynayıblar da. Əgər siz Qurban Qurbanovu bu siyahıya salırsınızsa, Onları da salmalıydı. yəni onları da Qurban salmalıydınızsa, Qurbanov deyəndə daha səsini çıxardı. Ona yəni görə onlarla davam elədi. onun dediyi, onsuz da onun adı deyildə biz zaten deməliyik çünki adam Demədin də, var. Azərbaycan, mən elə bildim ki, gələcək də. Yox, Qurban. Sən deyirsən Nazim Süleymanova çatana kim biz? Qurban Yox, Qurbanov. Nazim Süleymanovla hücumçu var, Vəli Qasımov var. Mən Qurban Qurbanovla oynamamışam axı, siz mənə o sualı verə bilərsiniz. Mən lap keçmişə Zavut Ağzayla ilə bir yerdə oynamışam. Oynamısan. Yəni milli komandada oynamışam. Düşük oldun dövrə. Mən həmin dövrə amma Qurban Qurbanovda düşməmişəm. Yəni bu şeylər, yəni baxmayır, yəni mən medianı izləmirəm. Amma futbolu azdan-çoxdan izləyirəm. Qəşəng 2-0. Bu normal bir şeydir. Teştiyə bizim. Allah çağırırsan, biabır eləyir adam. Gəlir öz verişimizdə bizi. Eybi yox. Və yemək yedizdirəndə mən acı elə bilmirdim ki, O bu eləyirdi. Mən 5 il keçəcək. Mən sən yadıma salacağım onu. Tortlama tərkibində xardal var. Qardaşım sən buna bax. Yox, bu içməsən. Evlənmirəm mən. Bütün sizin verişi izləyənlər, Azərbaycan futbolunu sevənlər, onlara deməyim odur ki, idmanı sevin, idmanla məşğul olun və inanıram ki, Azərbaycanda futbol olub, olacaq. Sadəcə olaraq zaman lazımdır. Bu zamana da mən inanıram ki, yeni nəsil, yeni gənclər, yeni fikirlər, yeni insanlar bu aradan qaldırıb Azərbaycan millisini aradan qaldırıb hə. yaxşı yerlərə gətirib çıxarır. Aparıcıdır. Vallahi özüm Vallahi buradan öyle. qulaq asıram. Sen Mən dursan ehtiyac da var yox ha. deyə Sen rahat deyil. verilişi Elə burada axırına otursaydı gətirdi. olar. Hə, rahat axırına gətirdi, sözünü çatdırdı, sosial mesajlar, Hər şey, nə lazım idi? İdmana sevgi, maarifləndirmə. Halal olsun. Yəni Çox ki, sağ ol. hər tərəfli inkişaf Hə, bizə göz izah elədi qabağındadır. ki, budur. Mən burada bunu deyirəm. Verilişin axırı da olsa. Vaqifin Sumqayıtdakı işində görmüşəm və Sumqayıtın necə oynadığını da görmüşəm. Biraz indi bir 13-cü ildir də şərhçilik edirəm. Mənə elə gəlir ki, yaxın gələcəkdə Vaqif Cavadov milli komandaya baş məşqçi kimi gələcək. Mən belə fikirləşirəm. O da necə olacaq? Bir tendensiya yaranacaq ki, bu xaricilərlə sağollaşın. Gəlin yerli məşqçilərə Bu üstünlüyü yerli verək. uşaqlar, onsuz da yerli futbolda olanlar tanıyırlar da öz uşaqlarımızı. Amma biz- Vaqif gənc o cərəyanın, məşqçilər cərəyanının məncə 3 ən güclü nümayəndəsindən biri olacaq. Çünki Özü çox yaraşır ha deyim. əlbəttə ki, Baş gedib o məşqçilik. kostyumda zat Adam belə biraz da. Tulkan çırpacaq. Sumqayıtda baxırdım, yaraşır, ləzzətli. Yaraşır. Doğrudan sevinirdi yalnız və əla olar. Yəni mən İnşallah, çox sevinərik də, yəni, inşallah ki, olsun. Futbolçu qıraqda baxır. Vaqif Cavadovu görəndə, məsələn, indi 2007-ci ildir, 2010-cu ildir. O ən azından o nüfuzu hiss eləyəcək. Biləcək ki, qıraqdakı Vaqif Cavadovdur və yaxud necə ki Qurban Qurbanova, Qurban müəllimin xarizması kənardan söz deyəndə oyunçuya başa düşürlər ki, qardaş o cür karyerası var və yaxud başqa oyunçularımız hamısı o həmin o qızıl heyətdən kim olur olsun. Bu vacib məsələdir. Vaqif də həmin adamlardan biridir. Vaqif çox sağ ol. Çox sağ olun. Sənə uğurlar arzulayıram. Sən sağ ol ki, Yəni gəldin. doğrudan Fuadla çox sevindik ki, sən gələcəksən. Mən hər Danışdıq zaman, səndən. hər Allah zaman sağ eləsin. Doğrudan. necə deyirlər, sizin zənglərinizə hər zaman xoşla qarşılayıram. Çox sağ ol. Vaqif, Çox Sizin sağ ol. layihələrinizin hər birində iştirak eləyirəm. Təşəkkür edirəm. Eyvallah. Bundan sonra da inşallah Özün də hakimlərlə əsəbləşib dalaşıb eləmə başqa çempionatlarda. olur da. Sən maşallah. Qıraqdan bizi uduzdurmaq istəyirlər. Yəni bir şou İmkan yaratmaq lazımdır. Hər Mütləq, bir. mütləq. Ona görə də sizə uğurlar Başa düşsünlər ki, yəni arzulayıram. o şou idi. Bəli. Fuad, Xanım- sənə də təşəkkür edirəm. Sağ ol. Çox sağ ol. Təşəkkür Gəldin. edirəm. Vaqif, çox istəyərdim ki, burada deyilən bəzi sözlər var ki, bəzi arzular var idi, ehtimallar var idi. Düzdür, çox ciddiliyə getdik. Bəzi onlardan mənim başda müəllif. fikrə getdik. Mən biraz Mahir kimi necə deyim? Nə oldu? Sənə sağollaşır. Bir futbolçu. Mahir kimi biraz əhvalatları Ürəyim az pulu danışıram. sağolacaq. Ya Ruslan Əmircanov kimi, amma mən daha söhbət- çox professionallıqla bağlı, yəni çox Bu verilişində ciddiyyətin
ümidvarıq ki, elə bir izləyici kütləsi olacaq ki, sırf futbolun problemlərini araşdırmaq istəyir. O yazır sizə bizə, bu nədir, futboldan danışırsınız, lağ eləmişsiniz buranın. Eləmədik, bu dəfə eləmədik. Bu dəfə eləmədik. Bu dəfə eləmədik. İndi yəqin ki, bəyənərsiniz. Mən imkan vermədim. Vaqif, çox sağ ol. Sağ olun, Çox sağ ol. Dəyməz. Verilişin adı Köpəyoğlu'nun futboludur. Bu bütün qonaqlarımızdan Doğrudan üzr belə istəyirik Köpəyoğlu'nun ona görə. futbolu. O da nəyə görə? Problemlərə görə qoymuşuq indi. Amma futbolçulardan, karyerası olanlardan üzr istəyirik adına görə. Əsas odur ki, bizi izləyin. İstəyirik ki, futbol layihəsi olsun həmişə. Çünki biz futbolsuz qala bilmirik. Futboldan danışmaya bilmirik. Onsuz bütün günü futboldan danışırıq. Belə də otururuq burada. Həm Çay, Su, Fuad, Vaqif, özümüz. Vaqifi də elə deyirəm, yəni. Digər Ronaldo bir tərəfdən, Van Buiten bir tərəfdən. Sən də yəni ki, Vaqif. özümüzdə biraz yeganə futbolçu. Bizim bəxtimiz gətirdi ki, o vaxtın futbolçuları oynadığımız futbolçular hamısı ulduz oldu. Bizdən başqa. Ulduzların dövrü idi. Biz Bakıda ola bilmədik, onlar orada Yox, oldu. burada siz ulduz olmusunuz ki, indiki dövrdə də adınız çəkilir. Sağ olun. Özünüzə yaxşı baxın, verilişimizi izləyin, abunə olun. Fuadın bəzi hərəkətləri var ki, o montajda çıxardacaq. Mənə də linki göndərin, mən də. Mütləq. Sağ olun, görüşək. Üzr istəyirəm. Qəylən gəlmədi amma.